Herkese salam. Bugün artık tez uyanmağa başlamışam. Özüm üçün günlük rutin tutacağım. Günlük rutin tutmayanda bilmirəm vaxt necə gedir, hara gedir. İngilis dilinə də vaxt ayıramıram. Yəni gündəlik gəzməkdir, özümədir. Vaxt ayıra bilmirəm. Oyanan kimi maska elədim üzümə. İndi bugün sizlərlə keks hazırlayacağım. Evdəki ləvazimatlara baxın. Evdə əgər yoxdursa gedib marketdən alarıq. Qaşıma da yayılıb maska. Neysə. Onu sizlə də bölüşəcəm. Bugün görək necə gedəcək vaxtımız. Gəldim vanilya götürməyə. Evdə hər şey var idi. Vanilya yox idi. 2 ədəd götürdük. Başqa baxım görüm nəyə ehtiyacım var. Başqa da heç nə məncə. Sadəcə bunlar alaq. Abur cubur elə də sevmədiyim üçün ala bilmirəm. Başqa baxaq yenə nələr var. Yəqin ki sok alaram bir də. Ən sevdiyim köşə. Diyetik olanlar. Getdik. Ərzaqlarım hazırdır. Qaldı süt. Süt dondurucudaydı. Don şəklindədir. Onu biraz koydum ki donatsılsın. Sonra biraz isidib başlayaq. Çünki nəyi sevdikdə ev şəraitində olması daha uyğundur. Nəinki bu şəklində. Yəni o yaxşı alınmayacaq və köpməyəcəkdir. Burada da kompüteri yandırmışam ki buna baxaraq eləyək. Gözləyək sütün donatsılsın, birlikdə başlayaq eləməyə. Sizi mən belə qoyum çünki yer tapmadım ben. Sizi mən belə qoyum çünki yer tapmadım qoymağa. Biraz mətbəx qarışıqdır. Elədikcə siz də səsini eşidəcəksiniz. Ay aman, elədikcə siz də səsini eşidəcəksiniz. Başlayaq. Стакан 200 мл. 4 adet yumurta yap. Bir paket. Şekerli vanilya. Ve bir paket şekerli vanilya. yarım şeker tozu ilave. Bir paket şekerli vanilya ve 1 stekan yarım şeker tozu ilave. 1 stekan yarım şeker tozu. Şeker tozu ekleyeyim. Yumurtanın rengi. Neyse bunu bitirdim. Gelin. Karıştırdık. Hazırdır. Baxaq nələr olmalıdır başqa. Üzerine 1 stekan duruyor. Yarım stekan süt. 1 stekan duruyor. Məndəki semçika yağıdır. 1 stekan duruyor. Yəqin ki yağın fərqi olmazdı. Stəkan yağ ve yarım stəkan süt.
Isittiğim sütü dökeyim. Yarım stəkan süt. Stəkan yarım un ve 1 paket kabartma tozu, yarım stəkan süt, 2 stəkan 2 stəkan yarım un və qabartma tozunu üzerine döküp eləməliyim. Bu var, bunu eləyəcəm. Çəkmədim, sizin üçün hazırladım, ayrı-ayrı qoydum. Zebra keks eləyəcəm deyə həm ağlı qaralı alınacaqdı. İndi əvvəl tufovkanı yandıracağım, ondan sonra belə bir qabı yağlayacağım, içərisinə qoyacağım. Necə alınacaq onu da sizinlə bölüşəcəm. İstəsəz reseptini də yazaram altdan sizin üçün. Hazırlayaq, baxaq necə alınacaqdır. Şirniyyatı yedik, süper, mükemmel. Yani 5 dəqiqəyə hazırlamaq istəyirsinizsə, məsləhət görürəm, çox qəşəngdir. Sizə çəkib göstərə bilmədim onu. Çünki mən onu çox pis doğramışdım. Həm də üstünü çox biraz qızartmışdım deyə çəkmədim sizə. Ama çox gözəldir. Şirniyyatımız bitdi. Gedirəm ingilis dilini oxumağa, kursum var. Ondan çıxandan sonra bilmirəm nə edəcəm. Maraqlı bir şeylər eləsəm sizlər də bölüşərəm. Hazırlaşdım. İndi gedəcəm rəfiqəmlə Nəsabı Kəfərə. Ondan əvvəl gedirik Walmart'a su falan alaq. Çünki orada mağaza falan yoxdur yaxınlıqda. Özüm də sizi də aparıram. Hava çox istidir orada. Günortalar yani qeyri-mümkün çölə çıxmaq burada. İki ədəd su götürüm özümüz üçün. Cipsi yemediğim için fədaiyə də almıram. Ama yemirəmsə bilməyəcək, inanıram. Dondurma demişdi alaq, amma indi alsaq əriyəcəkdir deyə. Baxaq hələ ki. O bilmirəm hansını xoşlayır. Çox görək nələr var. Neyse o da gelsin. Baxmaz dondurmadan istəyir. Alsın özü üçün. Gedək sonra. Əshab-ı Kəhf ziyarətinə gedirik. Əshab-ı Kəhf araşdırmalarıma görə Quranda Quran-ı Kərimin Kəhf surəsindən bəhs olunan möcüzəli hadisələrdən biridir. Rəvayətə görə imanlarını qorumaq üçün zülmdən qaçan bir qrup gənc haqqındadır. Bu Quranda da keçir. Allahın izni ilə bir mağarada uzun illər yuxuda qalıb, sonra oyandıqda dünyanın dəyişdiyini görüblər. Bu hadisə Allahın qüdrətini və ölüləri yenidən diriltməyə qadir olduğunu göstərən bir ibadət kimi olaraq anlatılır. YouTube'a yerleştireceğim. Yok da pulla vereceğim. Pulla. Gidelim. Sen de hemşe yayılır.
babamın kucağına çıkıyordum. İndi kimin kucağına çıkacaksın? İhtiyatlı. Biz səhər gəlsəydik çıxa bilməzdik inanma. Hadi. Gel. Allah ziyaretimizi kabul etsin. Amin. Teşekkür ederim. Dedim de bir soydu otur. Sen oturmadın. Yolda hele duydum. Oh. Hey yolda. Daha geldi yani. Keç. Keç. Orada namaz kılanlar girir ora. Kaç o bir taraf nerede o pillekenlerden yukarı? Ha. Orada çoktu yolu. Ha. Anne niye tutuyor ki? Alıp babanı. De bu ya tutan da Neyse ayakkabıma iş ver. ayaklarına iş. Ali babanın içinde. Yok, değişmedi. Ne? Sen değişmedi. Yine Allah'ıma iş ver. İşler. Ayakları anama iş ver. Gel baba. Ama yatağa işitecek. Cuydan işitecek. Bir de böyle sevgiye böyle. Sen Ya böylüyün dedim, mən seçmişəm, yaxşı deyil. 09.93.
9897. 99 98. Yetim hanımlar. Bu ne bir de 760 ha. 17 masası. Tadına bakmak istiyorsunuz. Düşer de düşer bak. Hadi dışa bak. Bugünlük vlogumuz bu kadar. Kanala abone olmayı unutmayın. Gelecek vloglarda görüşerik. Hələlik.